yetəri qədər maarifləndirmə işləri görülür. Bəli, davam edirik. Sentyabrın 29-da Ağdamda Dövlət Məşğulluğu Agentliyi tərəfindən Peşə Öyrən, Gələcəyini Qur devizi altında tədbir keçiriləcək. Festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır. Analoji tədbir artıq Göygöl rayonunda baş tutub. Tədbirin gənclərin aktual peşələrlə bağlı maarifləndirilməsi məqsədi daşıdığını, onların peşə seçimində dəstək olmağa xidmət etdiyi bildirilib. Sonra peşəkarlar öz ixtisaslarına uyğun təlimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar və peşə seçimi ilə bağlı öz tövsiyələrini veriblər. Festivala qatılanlar peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə eləmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar. Peşə təhsilinin təşviqi istiqamətində həqiqətən də böyük bir addımdır peşə festivalı. Yəni burada peşə təhsilinə yiyələnmək üçün kifayət qədər münbit var. Odur ki, həmin festivallara yollana bilərsiniz. Artıq bizim də verilişimizin